Salam uşaqlar, xoş gördük hər birinizi. Bugün sizinlə noyabrın 2-si tarixində keçirilən güvən sınağının riyaziyyat suallarına baxacağıq. Deməli, birinci sualda bizə deyir ki, aşağıdakılardan hansı qarşılıqlı sadədir? Deməli, qarşılıqlı sadə olması üçün ədədlərin onların heç bir ortaq vuruğu olmamalıdır. Baxırıq. Aşağıdakılardan hansı qarşılıqlı sadədir? 10 ilə 15-in ortaq vuruğu 5 var. 27 ilə 33-ün ortaq vuruğu 3 var. 18 ilə 21-in ortaq vuruğu 3 var. 19 ilə 38-in ortaq vuruğu 19-dur. Çünki 38, 19 vur 2-dir. Amma 16 ilə 21-in heç bir ortaq vuruğu yoxdur. Cavab edir 57. 58-ci sual. A, B, C müsbət tam ədədlərdir. Bu olarsa aşağıdakılardan hansı doğrudur? Deməli, uşaqlar, biz böyük ədədə kiçik ədədə bölmək istəyirik ki, bərabərlik alaq. Məsələn, 20 və 15 ədədlərini. Bunlardan bərabərlik almaq istəyirəm, nəyəsə bölüb. 20-ni 4-ə bölsəm, 15-i 3-ə bölsəm, mən bərabərlik alacağam. Yəni, böyük ədədə, kiçik ədədə bölməliyik ki, bərabərlik alınsın. Deməli, 0,5 böyükdür. Deməli, C ən böyükdür, sonra B böyükdür, sonra da A böyük olacaq. C, B, A. Cavab elədi A variantı. 3 bucağın 2 daxili bucağı 115, 45 olarsa bu bucaqlara qonşu olmayan xarici bucağı. Ümumiyyətlə, uşaqlar, 3 bucaq çəkdik. 2 daxili bucağı 45, 115-dir. Bu bucaqlara qonşu olmayan, uşaqlar, bu bucaqlara qonşu olmayan xarici bucaq elə bu bucaqdır. 3-cü bucağın xarici bucağıdır. Və biz xəstə keçmişik ki, 3 bucağın xarici bucağı ona qonşu olmayan 2 bucağın cəminə bərabərdir. Yəni, 115 ilə 45-i toplayacaqdınız. Edəcək 160. Əgər o yadınıza düşmürdüsə, uşaqlar, nə edə bilərdiniz? 115, 45, 180-dən 160-ı çıxardınız, 20. Məndən bu qonşunu istəyir, yenidən 180-dən 20 çıxıb 160 tapa bilərdiniz. İfadəsini sadələşdirin. Biz demişdik ki, modulun içi mənfidirsə, işarə dəyişməlidir. Mənfi 3 ilə 1-ə qədər. Mənfi 3-dən 1-ə qədər, məsələn, mənfi 2 götürək. Ya 0,5 götürək. Gələk, bura yazaq, uşaqlar. Mənfi 2 yazsam, müsbətdir. 0,5 yazsam müsbətdir. Maksimum, məsələn, mənfi 2,9 da götürsəm yenə müsbətdir. Yəni, nə etsək də bu, həmişə müsbət olacaq. Keçdik indi ikinci modulun içinə. Nə etsək? İlk dedik, burada mənfilərdir. 0 da ola bilər. 0,5 yazaq, məsələn. 2-ni 0,5-ə vuracam, edəcək 1. Çıxılsın 2, mənfi 1 edəcək. Mənfi yazsam, onsuz da modulun içi mənfi olacaq. Deməli, nə etməliyəm mən? Moduldan mənfi çıxartmalıyam. Uşaqlar, bunu mənfi çıxartmaq istəyirəmsə, qarşıda da bir dənə mənfi var. Həmin mənfi müsbət olacaq. X plus 3 plus 2x plus minus 2. 2x ilə x-i toplayıram. 3x, 3-dən 2 çıxıram, 1. Cavab eləyir B variantı. Növbəti sual. Şagird 324 səhifəlik kitabın 9-da 5 hissəsini oxudu. Neçə səhifə oxumamış qaldı? Deməli, uşaqlar, 9-da 5 hissəsi oxunubsa, deməli 9-da 4-ü oxunmayıb. Mənə də həmin bu 324 səhifəlik kitabın 9-da 4 hissəsi lazımdır. 324-ü 9-a bölünür, bölək. 32-nin içində 9, 3 dəfə 27, o da 36. 4-ə vursaq, 24, 2 yadda, 12, 144. Cavab edəcək B variantı. 62. Aşağıdakılardan hansı rənglənmiş hissəyə uyğundur? Baxıram ki, C-ni götürmüşəm. A ilə, misal üçün, nə götürərəm burada? C-nin B-də olmayanını götürə bilərəm, amma variantlara baxıram. A ilə B-nin kəsişməsi, uşaqlar, A ilə B-nin kəsişməsi buradır. Bunun C-də olmayanı gələcək bu hissə olacaq. Yəni, 62. A variantı uyğun deyil.
Keçək baxaq B variantına. A ilə B-ni birləşdirsəm bütöv birləşdi. C-də olmayanı bu qıraq hissələr olacaqdı. Bu da uyğun deyil. Gəldik C-yə. A ilə C-nin kəsişməsi. Uşaqlar, A ilə C-nin kəsişməsi elə bu bütöv olacaq. C-nin özü. Çünki C A-nın açıqlığıdır. Və bunun B-də olmayanı, bəli, B-nin hissəsini siləcəm. Bax, B-yə gedib çıxanları silsəm, məndə yalnız bu hissə qalacaq. Cavab oldu C variantı. O birislərini də analiz edək. A ilə B-nin kəsişməsi buradır. Birləşir C ilə bu ümumi olacaqdır. Bu da doğru deyil. A ilə C-ni kəsişdirsək, açıqlıqdır deyə C alınacaq. A ilə C-ni kəsişdirsək bütöv alınacaqdır və B ilə də birləşsəydik bu bütöv olacaqdır. Keçək 63-cü sual. Sadəcə hesablamadır. Sadə bir hesablamadır. 1-dən 8-də 1 çıxıramsa 8-də 7, 9-da 8, 10-da 9, 11-də 10. Təbii ki, ixtisar getdi 9-lar, 10-lar, 8-lər. Cavab elədi 11-də 7 C variantı. Şagird ilk olaraq baxdığı 6 sualdan 4-ünü doğru cavablandırmışdır. O, qalan 9 sualdan neçəsini doğru cavablandırmalıdır ki, ümumi müvəffəqiyyət faizi 80% olsun. Deməli, səhv etmirəmsə, ya 7, ya 8-ci sinifdə belə suallar var. 6 sualdan hələ ki 4-ünü doğru cavablayıb. 9 sual. Deməli, uşaqlar, 9 sualda gəlsə, ümumi 15 sual edəcəyimi və hal-hazırda bu adam 4-ünü doğru cavablayıb. Mənə deyir ki, neçəsi doğru cavablandırılmalıdır. Yəni, doğrular nə qədər artmalıdır ki, ümumi müvəffəqiyyət faizi 80%, yəni %80 olsun. Və ya istəsəz bunu 100-ə vuraram, 80-ə bərabər edirəm və yaxud da hissi olaraq da 100-80 yaza bilərəm. 100 ilə 80-i ixtisar aparıram. 20-yə, burada 4, burada 5 qalsın. Tənasib yön vuracam. 5 vur 4 plus x. 15 vur 4. 5'i 4'e vururam 20. 5'i x'e vururam 5x. 15'i 4'e vururam 60. 5x beraberdir 60 çıx 20. 5x beraberdir 40. X da elədi 8. Yəni bu şagird 8 doğru cavab verməlidir ki, müvəffəqiyyət faizi 80% olsun. Keçdik 65-ci sual. Verilən ardıcıl ədədləri ilə düz mütənasibdir. Yəni A, B, C ədədləri A 13 ilə, B 12 ilə, C də 5 ilə düz mütənasibdir. B plus C çıx A 8 olarsa A-nı tapın. Təbii ki, A-ya 13K, B-yə 12K, C-yə 5K götürəcək. B-nin yerinə 12K, C-yə 13K, yox, C-yə 5K, A-ya isə 13K götürəcək. Bərabər 8. 17-dən 13 çıxıram, 4K, 8K etdi 2. A-nı mən 13K götürmüşdüm, 13 vur 2 edəcək 26. 66. Aşağıdakı ədədlərdən hansı 5 və 6 ədədlərinin hər birinə qalıqsız bölünür? Ümumiyyətlə 5-ə bölün məlumatı dedik ki, sonu 0 və 5 ilə bitən ədədlər 5-ə bölünür. D variantını çıxa bilərsiniz. 6-ya bölünmə isə sonu 2-yə və 3-ə bölünən ədədlər 6-ya bölünür. 2-yə bölünmə dedik ki, sonu 3 ədədlər olduqda. 3-ə bölünmə dedik ki, rəqəmlər cəmi 3-ə bölündükdə. B variantını çıxıram. Niyə? Çünki 2-yə bölünmür, sonunda 5 var. Qaldı 3 variantımız. Artıq bunları toplayıb yoxlamalıyıq ki, 3-ə bölünür ya yox. 2 plus 3 plus A variantında 6 plus 4 plus 0. Bu edir 15. Bəli, 3-ə bölünür, 2-yə də bölünür, 5-ə də bölünür. Cavab elə A-dır. Digərlərini yoxlayaq. B, Y-ni yoxlayaq. 2 plus 5 plus 3 plus 4. 7 plus 7 14 eləyir. 3-ə bölünmür. C-ni yoxlayaq. 2 plus 3 plus 0 plus 6 plus 0. 9, 11 edir. O da 3-ə bölünmür. 67-ci sual. İki düz xəttin kəsişməsindən alınan bucaqlar 7/2 nisbətindədir. Bu bucaqların fərqini tapalım. Bilirik ki, burada biz 2 növ bucaq alırıq.
1 ilə 3 bir-birinə bərabərdir. 2 ilə də 4 bir-birinə bərabərdir. Çünki onlar qarşılıqlı bucaqlardır. 1 və 3, 2 və 4. Bir də var qonşu bucaqlar. 1 ilə 2, 2 ilə 3, 1 ilə 4, 3 ilə 4. Bu bucaqlar qonşu bucaqlardır. Bunların cəmi 180-dir. Bunlar isə bir-birinə bərabərdir. Baxıram ki, bir-birinə bərabər ədədlərin nisbəti 7/2 ola bilməz. Deməli, bu bucaqlardan biri 7K-dır, digəri 2K-dır. Yəni, cəmləri mənə 180 verməlidir. 7, çünki qonşu bucaqlardır. 2K-nı toplayıram 180. 9K bərabərdir 180. K bərabərdir 20. Mənə bu bucaqların fərqini istəyir. Yəni 7K-dan 2K-nı çıxırıq. 5K. 5 vur 20. O da edəcək 100 dərəcə. 68. Şəkildə BC YF-ə paraleldir. Yəni bunu uzada bilərəm. Çalışın ki, bu tipli misallarda uzadın ki, şəkli rahat görəsiniz. AB DY-yə. AB. Burada 90 dərəcə var. ABC 44 dərəcə olarsa DY F-i məndən bu bucağı istəyir. Uşaqlar, bura 44-dürsə, avtomatik burada 44 olacaq. Çünki uyğun bucaqlardır ki, paraleldir. Bu da kəsəndir. Və mən burada, baxın, bir üç bucaq aldım. Bu xarici bucaqdır. Ona qonşu olmayan bucaqlar 1,90-dır, bir də 44. Yəni, bu bucaq 90 ilə 44-ün cəminə bərabər olmalıdır. 134 dərəcə. Cavab Y. 69-cu sual. A və B-nin deməli kəsişməsi boş çoxluqdur. A 6-dır, B 4-dür. Yəni, A-na olan elementlər B ilə əlaqəsi yoxdur. Fərqli bir elementlərdir. Təbii ki, bunların cəmi 6 ilə 4-ün toplanması olacaq. Eləcək onu. Ya da ki, NA birləşmə B bərabərdir NA plus NB çıxılsın NA kəsişir B-dən istifadə edə bilərsiniz. A kəsişmə bir boş çoxluqdur, yəni 0-dır. Yəni, A ilə B-ni toplayacaqsınız, cavab eləyəcək 10. 2 ardıcıl tək ədədin ədədi ortası 28-dir. Ümumiyyətlə, biz tək ədədləri 2n-1-ni götürə bilərik. Ardıcıl tək ədəd deyir, yəni 2 artacaq, 2n plus 1 olacaq növbəti. Bunların ədəd ortası təbii ki, cəmlərinin 2-yə bölünmüşü, çünki 2 ədəddən söhbət gedib 28-ə bərabər olmalıdır. Birlər islah olur, uşaqlar. 2n ilə 2n toplayıram 4n böl 2 bərabərdir 28-ə. 4n-i 2-yə bölsəm 2n bərabərdir 28-ə. N də olacaq 14. Məndən bu ədədlərdən böyüyünü istəyir, yəni 2n plus 1-i istəyir. 2 vur 14, n-i 14 tapmışam, plus 1. 28 plus 1, o da olacaq 29. Cavab Y variantı. 71-ci sual yenə aydınlıq kəsrlərə aiddir. Dedik ki, bu 3, 9-da 3 olacaq, çıx 1. Yəni, təbii ki, mənfi alacam. 9-da 3-dən çıxacam 9-da 9-u. Edəcək mənfi 9-da 6, yəni mənfi 3-də 2. Məxrəcdə isə 1 çıx 9-da 6, yəni 9-da 3, yəni 3-də 1. Mən mənfi 3-də 2-ni böləcəm 3-də 1-ə. Mənfi 3-də 2 yerində qalır. Vurmaya keçəcəm. 1-də 3. 3-lər ixtisar gedir. Cavab qalır mənfi 2 Y variantı. 72-ci sualda A, B, B, C-yə bərabərdir. Deməli, bu bucaqlar bərabərdir. BC-də A, D-yə bərabərdir. Yəni, bu bucaqlarda bura A olsa, bu bucaqlarda ikisi də B olacaq. Çünki yanları bərabərdir. Və baxıram ki, burada bir üç bucaq yaranıb. 2B plus A 180 dərəcə olacaq. Mənə nə deyir?
bucaq DB-si. Bura 15-dir. BAC-ni tapın. Uşaqlar, və böyük üçbucağa ABC üçbucağına baxsam, B plus 15 ümumilikdə bu bucaq A və A bizə 180-i verməlidir. B plus 15 dərəcə plus A bərabər olmalıdır 180 dərəcəyə. Yəni 2A plus B bərabər olmalıdır 180 çıx 15-ə. Yəni 2A plus B bərabər olmalıdır 165-ə. Tənliklər sistemindən istifadə edəcəm. Məndən nə istəyir? BAC. Yəni A bucağını istəyir. Gəlin B-ləri yox edək. Mənfi 2-yə vuraq aşağıma. Deməli, aşağını mənfi 2-yə vursam, 2B plus A bərabər 180. Mənfi 4A minus 2B. 2-yə də vursam bunu mənfi deməli 130 oradan 330. Qarışıq oldu. Toplasam 2B-lər islah olacaq. Mənfi 3A bərabər 330-la da 180 toplayıram. A mənfidir. Deməli çıxılacaq 150 edəcək, özü də mənfi. A edəcək 50 dərəcə. Cavab oldu 50. 70. Deməli, 3-cü sual. Aralarında yerləşən tam ədədlərin cəmini istəyir. Deməli, mənfi 3,4 yerləşir mənfi 3 ilə mənfi 4-ün arasında. 7,5 ilə 7 ilə 8-in arasında yerləşir. Yəni, mən buradan bura kimi, yəni mənfi 3-dən 7-yə kimi ədədlər istəyirəm. Mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3, 4, 5, 6, 7. Təbii ki, cəm istəyir deyə 3-dən mənfi 3-ə qədər mənə cəm 0 verəcək. 4 plus 5 plus 6 plus 7, 13, 9. Bu da mənə verir 22. 74-cü sual. Zavoddakı günlük növbətçilərdən Zaur 9 gündən 1, Mahir isə 12 gündən 1 növbətçi olur. Mahir və Zaur eyni gündə növbətçi olduqdan ən az neçə gün sonra təkrar eyni gündə növbətçi olacaq. Uşaqlar, baxaq görək elə biz ilk dəfə nə vaxt bunlar eyni gündə növbətçi olacaq? Yəni, bu 9 gündən 1 Zaur, Mahir isə 12 gündən 1. Yəni, mən elə ədəd götürməliyəm ki, onu həm 12, həm 9-a bölə bilim. Yəni, bu ədədlərin əkubu. 9 3 vur 3 deməkdir. 12 də 2-nin kvadratı vur 3 deməkdir. Təbii ki, bunların əkubu hər birindən məndə olmalıdır. Yəni, 3-ün kvadratı vur 2-nin kvadratı. 9 vur 4, 36. Əkub 36-dır. Yəni, ilk dəfə 36 gündə tamamında bunlar ilk dəfə bir yerdə növbətçi olacaqlar. Və mənə deyir ki, eyni gündə növbətçi olduqdan ən az neçə gün sonra təkrar eyni növbətçi olacaq. Təbii ki, növbəti dəfə də artıq 36 oldu, 36 bölün axı. 72-ci gündə onlar, ən az neçə gün deyir mənə, yəni 36 gün əkub eyni gündə növbətçi olacaqlar. 75. 20% 5-də 7 olan ədəd. Faizinə görə ədəd tapmaq istəyirəmsə, nə edirəm? X-ın 20% 5-də 7-yə bərabər olmalıdır. Və ya ədədi böləcəkdik, 20%-ə vuracaqdıq 100-ə. İxtisar aparsam 5, 1, tənasüb kimi vursam 5x 35, x 7. Keçək. Üçbucağın iki tərəfinin uzunluqları, bu üçbucağın üçüncü tərəfi neçə qiymət ala bilər? Üçbucaq bərabərsizliyidir uşaqlar, yəni x demişik ki, digər iki tərəfin cəmindən kiçik, fərqindən böyükdür. 9 ilə 19 arasında olacaq. Neçə tam qiymət ala bilər? 19-dan 9-u çıxıram, bir dənə də 1 çıxıram, çünki bərabərlik yoxdur. Edəcək 9 ədəd. Bu çıxmağını başa düşməyən uşaqlar yaza bilər. 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 2, 4, 6, 8, 9.
77-ci sualda bizə deyir ki, x ilə y plus 1 mütənasib asılıdır. X bərabər 1 olduqda y bərabər 6 olarsa, x bərabər 2 olduqda y neçə olar? Bilirik ki, düz mütənasibliyin düsturu y bərabərdir kx-dır. Yəni y-in x-a nisbəti həmişə k-yə bərabərdir, sabit qalır. Yəni x-i y plus 1-ə bölürsək, yenidən x-a 1 versəm, y-ə 6 plus 1 bərabər olmalıdır. X-a 2 verdikdə y-i tapmalıyam. Yəni y plus 1-i buradan tapmalıyam. Deməli, bu 2 bərabərlikdən istifadə edib mən misalımı tapacağım. Deməli, y plus 1-i 1-ə vuracam, edəcək y plus 1. 2-ni vuracam 6 plus 1, yəni 7-yə. Edəcək 14. Y-i tapmaq üçün də 14-dən 1 çıxıram. Cavab edir 13. Ədədlərinin ortaq deməli, natural bölənlərinin sayını tapın. Təbii ki, biz bunların ortaq vuruqlarını tapmalıyıq. Yəni, əboblarını tapıb, daha sonra natural bölənlərini tapmalıyıq. 108-i ayırsaq 2-yə 54. 2-yə bölsək 27, 3-ə bölsək 3, 3-ə bölsək, daha doğrusu 9, 3-ə bölsək 3, 1. Daha sonra 180-i ayırsaq 2, 90, 2, 45, 3, 15, 3, 5, 5, 1. 256-nı ayırsaq 2-yə bölsək 128, 2-yə bölsək 64, 32, 16, 8, 4, 2, 2, 2, 1. Yəni 256, 2 üstü 8 deməkdir. 2, 4, 6, 8. Ortaq vuruqları gəlin indi seçək. 2, 2, 2. Daha sonra 2, 2, 2. Başqa bir görürəm ki, ortaq vuruğum yoxdur. Yəni, mənim əbobum oldu 2 üstü 2. Bu vuruqların natural bölənlərinin sayını tapmaq istəyirəm. Yəni, qüvvətin üzərinə 1 gələcəm. Olacaq 3. 79-da bilirik ki, bu 3 rəqəmli ədəddə əgər üzərində xətt varsa, ABC, yəni 100A üstəgəl 10B üstəgəl C çıxılsın. Mötərizə yazıram ki, çünki mənfi bunlara təsir edəcək. Mötərizəni açaq. Deməli, 100A-dan 10A-nı çıxıram, eləyir 90A. 10B-dən 100B-ni çıxıram, eləyir mənfi 90B. C-lər də islah olur. Bölünsün 15-ə. Mənə deyir ki, A açıq B 4 uşaqlar. Yuxarıdan 90-ı çıxarsam, qalır A açıq B. Məxrəcdə də 15. A açıq B-nin yerinə 4 yazacam. 90 vur 4 bölü 15. 90-ı 15-ə bölsəm 6 edir. Cavab edəcək 24. 80-ci sual. AB ədədlərinin ədəd ortası 66-dır. Yəni, A plus B bölünsün 2, 66-dır. CDY ədədlərinin ədəd ortası CDY 3 dənə ədəddir. Yəni, 3-ə bölsəm olacaq 86. Yəni, bu 5 ədədin ədəd ortasını. Demək ki, bunun cəmini tapmaq üçün 66-nı 2-yə vuracaq. Edəcək 132. C plus D plus Y-ni də tapmaq üçün 86-nı 3-ə vuracaq. 3, 6, 18, 1 yadda 25. Və təbii ki, bu ikisini cəmləyirəm, böləcəm 5-ə. Niyə? Çünki 5 dənə ədəd var. 132 plus 258 böl 5. Cəmləsəm 0, 1 yadda 390 bölünsün 5. O da edəcək 10, 35 isə 9. Deməli, 39-un içinə 5, niyə 10? 39-un içinə 5, 7 dəfə 35, 40-ın da içinə 8 dəfə. Cavab elədir 78. 81-ci sualda ABC üçbucağında BD tən böləndir. Yəni, B bucağını yarıya bölüb.
AB, BC, AC bu nisbətdədir. Yəni 3K, BC 5K, AC də 6K. Və ABC-nin mənə perimetrini verir. Təbii ki, mən 3K-nı, 5K-nı və 6K-nı toplayıb bərabər edəcəm 56-ya. Toplasam 14K bərabərdir 56-ya. K edəcək, deməli 4. Yəni, üçbucaq hansı şəkilə düşdü? 4-dürsə 12, 20 və 24. Təbii ki, bu tənböləndirsə, nə etməliyik? Bura x, bura 24x verəcəm. Cəmləyəndə yenə 24 eləsin. Bu tərəfin, yəni 12-nin x-a nisbəti 20-nin 24 x-a nisbətinə bərabər olacaq tənbölən xassəsi. Tənasüb kimi vuraram. 12 vurulsun 24 x, 20 vurulsun x. Hal-hazırda 12 ilə 20-ni mən ixtisar apara bilərəm. 4-ə. 3 vur 24 x, 5x. Uşaqlar 3-ü 24-ə vurub bu tərəfdən yazacağım. Deməli 60, 72 çıx 3x bərabər 5x. 3x sağa keçib toplanacaq, olacaq 8x. X da edəcək 9. Məndən nə istirdi? AD. Bu kiçik hissəni bəlli x istirdi. X bərabər oldu 9-a. Yəni AD 9-dur. Bu qədər uşaqlar. Ümid edirəm ki, izahlar tam ətraflı sizə aydın oldu. Hələlik.